Salam, hər vaxtınız xeyir olsun. Şagirdlərin çətinlik çəkdiyi məqamlardan daha biri vurğulamaq istəyirəm. Bu sözləri təhlil edərkən hansının düzəltmə olduğunu şagirdlər qarışdırır. Bu səbəbdən də bu sözlərin izahını verəcəm. Demək, gəlin təhlil edək. Birinci, qop sözün köküdür. Qop sözün köküdür. Əgər bu, baxın, əgər bu vurğu qəbul edibsə və bu sasə də özündən əvvələ vurğunu atıbsa, deməli burada bir isə var. İsə var. Burada isə varsa, demək bu nədir? Qopar. Nə vaxtsa qopar. Qeyri-qəti gələcək zamandır. Qeyri-qəti gələcək zaman. Sasə isə nədir? İsə hissəcikdir. Digərində isə sasə vurğunu götürüb üstünə. Bilirik ki, ümumiyyətlə isə, idi, imiş. Bunlar neyir? Vurğunu götürüb üstünə. Deməli burada təhlil edək. Qop sözün kökü qopar, qoparmaq, leksik. Sasə isə nədir? Şərtdir. Yəni, sasə əgər sözün kökünə və başlanğıcına əlavə edilibsə, başlanğıcına sasə əlavə edilibsə, bu olur şərt. Yox, əgər çoxlu qrammatik şəkilçinin üzərinə və ya qrammatik şəkilçinin üzərinə əlavə edilibsə, nə olur? İsə hissəcik olur. Yəni, hal-hazırda şərt şəklində olan feil düzəltmədir. İsə hissəcikli feil isə sadədir.